20 yanvar təkcə faciə deyildi. Günahsız xalqa qarşı törədilmiş hərbi əməliyyat idi. Arxiv sənədləri göstərir ki, qərar Bakıda baş verən hadisələrdən xeyli əvvəl hazırlanmışdı. Plan 17-18 yanvarda artıq təsdiqlənmişdi. 1990-cı ilin 20 yanvarında Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı. Radio yayımı kəsildi. Telefon xətləri sıradan çıxarıldı. İnsanlar nə baş verdiyini bilmədən küçələrdə güllə altına düşdü. SSR Ali Sovetinin İstintaq Komissiyasının materiallarında da qeyd olunur ki, fövqəladə vəziyyət elan olunmadan qabaq hərbi birləşmələr artıq tam döyüş hazırlığındaydı. Bakı əməliyyatı SSR Müdafiə Naziri Dmitri Yazov, Daxili İşlər Naziri Vadim Bagatin və Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkov tərəfindən idarə olunurdu. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusu Mikhail Qorbachevun birbaşa göstərişi ilə Azərbaycanda ağır hərbi cinayət törətdi. Fövqəladə vəziyyət elan olunmamışdan əvvəl Bakıya və bir neçə rayonlara tanklar və ağır silahlarla qoşun yeridildi. Silahsız dinc əhali atəşə tutuldu. Mülki şəxslər xüsusi qəddarlıqla qətlə yetirildi. Sovet ordusu tanklar, zirehli döyüş maşınları ilə Bakıya daxil olaraq dinc əhaliyə qarşı misilsiz qəddarlıq nümayiş etdirdi. Fövqəladə vəziyyət elan edildikdən sonra belə cinayət əməlləri davam etdirildi. Qanlı yanvar hadisələri zamanı 147 nəfər şəhid oldu. 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Bu hadisə təkcə bir gecənin faciəsi deyil, bütöv bir xalqın azadlıq iradəsini boğmaq üçün həyata keçirilmiş planlı qanlı əməliyyat idi. 20 yanvar sübut etdi ki, SSR rəhbərliyi Azərbaycan xalqının siyasi iradəsini tanımır və onu güc yolu ilə susturmağa çalışırdı. Lakin nəticə gözlənildiyinin tam əksi oldu. Tankların qarşısına yalın əllə çıxan insanlar qorxu deyil, ləyaqət nümayiş etdirdi. Şəhidlərin qanı xalqın azadlıq yolunda geri dönüşü olmayan bir xətt çəkdi. Şəhidlərin qanı bahasına qazanılan azadlıq bu xalqın heç vaxt zülmə boyun əymədiyini sübut etdi. 20 yanvar həm matəm, həm də qürur günüdür. Çünki o gecə Azərbaycan xalqı dünyaya göstərdi ki, azadlıq ideyasını güllə ilə məhv etmək mümkün deyil.